Değerli izləyicilər, hamınızı salamlayıram. Budur növbəti gün və növbəti tıraş icmalımız olacaq, video icmalımız və görək bugünkü tıraşın səbəbkarları kimlər olacaq. Deməli, birinci bizdə olacaq 24 not belə barber shop sayağı rənglərdə olan rənglərdə olan belə bir deməli porsuq fırsiyası. Yəqi deməli müəssisəyə aid olan 24 notdur. Təmiz porsuqdur və əgər səhv etmirəmsə tubənd, yəni iki halqa, yəni rənglərin iki halqası olmağı, yəni qara və ağ rəngləri. Görək indi nə gəlir başımıza. Bunu tez bir zamanda isti suya salırıq. Bir qaba belə yarımçıq budur. Biraz da suya əlavə edin, bəsdir məncə. Sonra yoldaşlar, növbəti iştirakçılar olacaq. Səhv etmirəmsə Yunanistan istehsalçıdır, Hex adlı və deməli mən bu sabunu əldə etmişəm. Pastor Farmasi adlı burada həmin müəssisənin loqosu var. Gördüyünüz kimi Pastoru Birləşmiş Ştatlara aid olan bir internet dükanıdır və Hex adlı sabun kifayət qədər yumşaqdır, yəni çox yumşaqdır. Amma qoxu yoldaşlar çox belə deyək yoğun belə və üzr istəyirəm, kameranı biraz əyilib. Çox qəşəng parfüm bir qoxusu var. Hansı parfümdür mən biraz əziyyət çəkirəm, amma möhtəşəmdir. Möhtəşəmdir. Həmin bu deməli və Imperator adı sabunun. Həmin bu sabuna aid olan, həmin qoxuya malik olan belə bir dənə emulsiya şəkildə olan avtoşeyvimizdir. Sonda bilək ki, bunun tərkibində alkoqol var, yoxsa yox. Və tiyələr olacaq bizdə yoldaşlar Gillette Platinum. Gillette Platinum Bakıda bir çox yerlərdə satılır. Hələ ki, deməli, Rusiyanın Sankt-Peterburg şəhərində istehsal olunurlar. Vaxtilə Procter & Gamble adlı şirkətə məxsus olan, yəni ki, tiyələr idi. Və üz qırxanlar bizdə bu illəri olacaqlar. Müqayisə videosudur. Deməli, Eldar abi bizə deməli çəkiliş üçün verib Mule Kompanyon adlı üz qırxan. Kifayət qədər uzun sapı var filanı. Və orta agresiya, ortadan da biraz belə aşağı, bəlkə digərinin bir sözlə belə bir üz qırxandır və digər tərəfdə Razorok Game Changer, amma artıq 76 piltəsi ilə 84 piltə yox, 76 bəli. Elə ki var. Əgər görə bilsəniz, mən bu sapı çıxardım. Hər iki üz qırxan tevarilər 3 hissədən ibarətdir. Klasik üz qırxanlardır. Deməli sapı, piltəsi və yazısı buradadır. Ki 76'dır. Kanada istehsaldır, unik burada nömrəsi filanı. Hər şeyləri var. Özəlliyi nədir? Deməli, bu tiyəni yerində saxlayan bu çıxıntılar, pinlər deyək ingilis dilində, bunlar plitədə olur, qapaqda olmur. Qapaqda bir dənə pindir, rezbə ilə olan ki, bəlkə saxlasın. Bəlkə bir dənə bu özəlliyi olur Game Changer'da və bizim Mule Kompanyon adlı klasik bir üz qırxandır, 3 hissədən ibarətdir. Özəlliyi nədir? Mən belə başa düşdüyüm qədər siz hətta bir tərəfli belə deyək, bunun üst qapağına baxanda burada stoperlər var. Beləliklə siz bu üz qırxana ayrıca, yəni ki, bir tərəfi də yerləşdirə bilərsiniz tiyənin və o normal qalmalıdır. Çox təəssüflər olsun ki, bu üz qırxanı qaytarmalıyam. Hansısa bir yaxın gələcəkdə ona görə mən bildiyim qədər bu mənim son tıraşımdır bu Mule Kompanyon ilə. Və düşündüm ki, hansı deməli üz qırxanla bunu müqayisə edim. Mən çox istəyərdim 89, R89, amma çox təəssüflər olsun ki, olmadığıma görə R89 üz qırxan Mule, ona görə cəmi 2 tiyə qalıb. Qutuda bunlardır. Deməli, Gillette Platinum və
öz qabla üzülürsən. Bunun üstünə azca su alım, azca yumşalsın. Məncə ehtiyac yoxdur, amma yenə də azca su alım, görək nə gəlir başımıza. Biraz da çox az qalsın. Qoyaq qırağa. Və bizim tiyələrimiz tez bir zamanda qabığından çıxardaq. Çox düşündüm hansı tiyəni istifadə edim. Bəli, hansısa bir belə deyək, nadir bir tiyəni istifadə edə bilərdim, amma sonra düşündüm ki, daha belə deyək, tapılan bir tiyə haqqında danışaq ki, belə deyək, tamaşaçıların da belə deyək, bir anlayış olsun. Budur, deməli Müller Kompanyonun üst qapağı və üstündən də salırıq alt qapağını. Beləliklə bərkidirik, çox ehtiyatla. Sürüşməsin, budur. Hazır Müller Kompanyon, qoyuruq qırağa. Digər üz qırxanımız olacaq deməli bizdə Razorok Game Changer 76 milli qəpi ilə plitədə, yəni plitə dəyişməklə siz beləliklə yəni tamamilə ayrı bir belə deyək, tiraj qabiliyyətə malik olan bir üz qırxan əldə etmiş olursunuz. Razorokun bir neçə belə deyək, üz qırxanlarda həmin opsiya mövcuddur. Demək olar ki, elə hamısıdır. Budur bizim deməli Gillette Platinum tiyəmiz. Burada tərsinədir. Biz alt qapağa qoymalıyıq birinci tiyəni yerləşdirməliyik. Üstdən isə bunu örtməliyik üst qapağı ilə. Digər Müller Kompanyonda biz üst qapağı yerləşdirdik birinci, sonra alt qapağı qoyduq. Yəni plitəni qoyuq, burada tərsinədir. Budur, hər ikisini bərkitdik, tiyələr hazır, yerləşdirilib, qoyuruq qırağa. Və beləliklə fırçamızı sıxdıq, təmiz sudan azad etdik. Bu yığılan suyu, üstə yığmış suyu da atmayaq. Üzümüzə çəkək. Biraz da üzümüz yumşalsın. Budur. Mən tez bir zamanda deməli köpük yığıb deməli sabundan köçürdəcəyəm bu bizim yağ qabımıza və davam edəcəm köpükləndirməyə. Ardıca üzümə çəkəcəyəm. Deməli köpüyü və çalışacağım, danışmayayım ki, videonu biraz sürətləndirib. Deməli, dəyərli izləyicilər, budur, davam edirik. Böyümə istiqamətdə Müller Kompanyon, Gillette Platinum tiyələr. Böyümə istiqamətdə saqqalın, deməli, 2 günlük saqqaldır. Başlayırıq.
Yoldaşlar, Müller deməli kampanyonu ilə üzümün sağ tərəfini qırxdım və Rocco Razorok Game Changer 76-cı plitə ilə üzümün sol tərəfini qırxıram və görək nə gəlir başımıza. Vay. Düz burnumun dibini kestim, çapıq saldım. Və budur yoldaşlar, hər iki üz qırxanla mən hər iki tərəfi qırxdım. Artıq fikirlər var. Elə Razorok Game Changer daha sürətli oldu və görək nə gəlir, ardı nə gəlir. Tez bir zamanda bu suyu dəyişim burada. Bir sekunda. Və dəyərli izləyicilər, davam edirik. Müller kampanyon böyümənin əksinə, tərsinə qırxırıq. Görək nə gəlir başımıza. Gillette Platinum tiyələr. Və Razorok Game Changer 76-cı plitə ilə ikinci pərdə böyümənin əksinə Gillette Platinum tiyələr. Budur yoldaşlar, tıraş sona yetdi. Bir çox xırda belə deyək, mikro çapıqlar əmələ gəlir. Tez bir zamanda sərin su ilə üzümüzü yaxalayaq və fikirlərimizi sizə çatdıraq. Mən tez bir zamanda qayıdıram yanınıza. Və budur yoldaşlar, yadımdan çıxdı, bir sekund. Bu səsə görə əlavə qarışdıraq. Çünki emulsiya süd rəngini aldı, bayaq tam şəffaf idi, qarışdırırsınız. Bir neçə komponentlidir və bir-birinə qarışmırlar bu komponentdə. Beləliklə siz qarışdırmalısınız ki, mayələr tam tərkibində olan bir-birinə qarışsın.
Çox xırda belə bir dozatörü var. Görək. Bunlar məncə kifayətdir. Yox, alkoqolu yoxdur. Üzümdə isinmə prosesi hiss edirəm nəticə tərkibində. Qoxu mükəmməldir yoldaşlar. Bir parfüm qoxu gəlir. Mən çalışaram internetdə baxım görüm bunun qoxusu hansı parfümün qoxusudur. Tapsam indi bölüşərəm, tapmasam üzürlü sayım. Çox möhtəşəm bir qoxu var. Bununla belə üzünüzə çəkib işə zada gedə bilərsiniz. Bir neçə saat bu qoxu qalacaq özünüzdə. Çox qəşəng, çox möhtəşəm, xoşuma gəldi. Budur, bu bizim deməli Aftershave haqqda gördüyünüz emulsiya kimidir. Alkoqolsuzdur. Yəni həm yayda, həm qışda istifadə edə bilərsiniz. Ümumiyyətlə bu alkoqolsuz bu kimi misal üçün aftershave'ləri tərkibində nə yağlar varsa, arada mən burada witch hazel suyu gördüm. Witch hazel'da dəriyə qarşı belə deyək, müalicəvi hansısa xüsusiyyətlərə malik olan bir bitkidir bildiyim qədər. Kimə maraqlıdırsa tərcümə edib baxa bilər. Deməli, Hex Emperor adlı həm sabun, həm aftershave. Aftershave'i istifadə etdik. Sabun, yoldaşlar, sabunun performansı o premium sabunların performanslarına birəbir. Yəni ki, həm gördünüz də, yəni ki, tam üzümü örtdü. Köpüğün ölməsindən söhbət getmir. Sanki belə qaymaq yaxmısınız üzünüzə. Yəni ki, köpük o dərəcədə keyfiyyətlidir. Hələ indi də həmin o strukturu belə deyək, köpüğü özündə saxlayır budur. Yəni görürsünüz, bir sekund. Belə necəsə görsənirəm sizə, görə biləsiniz. Kamera tutsun. Budur. Bir sözlə, fırça haqqında, porsuq fırçasıdır. Mən bir çox miqdarda su əlavə elədim sabuna ki, köpükləndirəndə ki, yəni ki, qurumasın, özünü hopdurub belə bir taxta kimi olur. Bir ara, amma yəni ki, kifayət qədər sulu olanda köpük bu kimi problemlərə rastlaşmırsınız. Yəni bu bütün növ belə deyək, təbii qıllara aid olan bir söhbətdir. Amma əsasən də daha çox hiss olunur porsuq fırçalarda və nə qədər çox bu nodun diametri böyük oldu, o qədər həmin o məqamı hiss edirsiniz siz sabunu köpükləndirəndə. Hər hansı fərq etməz. İstər krem sabunları olsun, istər deməli belə qablaşmada olan sabunlar. Bu bizim sabun və fırça haqqında məlumatlar. Qoxu, yoldaşlar, sabunda qoxu birə-bir aftershave ilə eynidir, parfüm qoxusu verir. Kifayət qədər belə həm sabundan da gəlir, yəni ki, itmir. Elə olur ki, misal üçün sabunu köpükləndirirsən, bir növ canlanır, amma dərhal sönür. Yox, burada o söhbət yoxdur. Köpüğündən də qoxu gəlir, sabun özündən də qoxu gəlir, aftershave'dən də gəlir. Sanki yəni bir çoxlu miqdarda əlavə ediblər həmin sabunlardan, parfümdən, üzülürsən. Gillette Platinum tiyələri, yoldaşlar, mənə elə gəlir ki, belə deyək, orta kəskinlikdən biraz yuxarı olan tiyələrdir və həmişə öz belə deyək, o kəskinliyi qutudan qutuya yəni dəyişmir, stabildir və buna görə çox belə deyək, xoşuma gələn bir tiyələrdir. Yumşaq və orta aqressiya malik olan belə deyək, 140-larda özlərini maksimum dərəcədə pozitiv tərəfdə performansı göstərirlər. Yəni ki, bu Gillette Platinum adlı tiyələrimiz. 140-lara gəldikdə isə Mule Companion. Yəni siz həm də bura baxın, görə bilsəz, mən bunu belə biraz silim. Görə bilsəz, tiyə azca, çox xırda belə xət kimi çıxır. Belə eləyək, edək. Plitənin altından bir xət kimi çox kiçik bir miqdarda.
Və bizim deməli game changerimiz, bunu da silək. Üzürlü say. Aha. Tiyanın baxın görüm nə qədər çox çölə çıxır qapağın altından. Beləliklə 140-maqda bu iki 140-anı belə deyək müqayisə etmək mənə elə gəlir ki, biraz düzgün deyildi. Çünki tam başqa deyək xarakterə malik olan bir 140-anlardır. Amma nəticə olaraq yəni demək olar ki, eyni nəticə verirlər. Azca mən hiss elədim ki, yəni ki, problemli yerlərdə game changer daha qıvraq oldu, daha belə deyək performansı biraz yuxarı oldu. Yəni ki, yaxın tıraş verməyinə görə daha çox yaxın idi. Nəinki kompanyon. Kompanyon gündəlik tıraş üçün nəzərdə tutulmuş bir 140-andır. Mən belə başa düşdüm. Ümumiyyətlə siz düşünmürsünüz bucağı falanı, yəni ki, birbaşa özünüzü qırxırsınız və çox gözəl bir tıraş bəxş edir. Düzdür, BBS olmasa da, amma nə lazımdır sizə təmiz tıraş. Yəni DFS++, yəni ki, belə bir buralarda azca yox nə isə saxlayıb, amma yəni nəzərə almamaqda olar. Düz yerlərdə yəni tərtəmizdir. Gündəlik tıraş üçün çox ideal, çox qəşəng, çox praktik bir 140-andır. Xoşuma gəldi. Yəni ki, aqressiya ortadan biraz aşağı. Burada isə yoldaşlar tam orta aqressiyaya malik olan bir 140-andır. 84 game changer'a çox yaxındır. Yəni tıraşın belə deyək həm xarakteri, həm də nəticə olaraq da 84-ə çox yaxındır və game changer-ə xas olan o belə deyək, hər an belə diqqət yaymalıdır. Yəni ki, həmişə belə deyək, sözləri dərhal tapa bilmirəm demək. Yəni ki, diqqəti əldən vermirsiniz, üzünüzü qırxanda ehtiyatı və azca da olsa belə deyək, burada kompanyonda mən sizə niyə görə göstərdim belə xət kimi tiyə çıxır qapağın altından. Yəni ki, o bucağa azada fərq etməz də, yəni ki, qırxır və tam təhlükəsiz özünüzü hiss edirsiniz. Burada o ki, həm qapağın altından çox çıxır, həm qəbdə kifayət qədər böyükdür, həm də hiss olunur ekspozisiya da öz yerindədir. Ona görə azca belə düzgün bucaq altında, bunun altına girmədim və dərhal bir dənə xırda toxunmaya görə də belə çapıq kimi saldı, qanadı bura, burnumun düz altı. Yəni bu kimi səhvlərə bağışlanmır. Yəni game changer'da bu var. Üstəgəl biraz əliniz titrədi, nəysə biraz bucağı düz tutmadınız, dərhal yəni çapıq salır. Bu var bunda. Amma hər şeyi düzgün etsəz çox gözəl və qəşəng bir tıraş bəxş edir game changer'lar ümumiyyətlə və orta aqressiyaya malik olan bir 140-andır. Yəni çox xoşuma gəldi. Nəticə olaraq həm də üzümdə üstəgəl o ki, tiya qapağın altından biraz çox çıxır, həm də əks istiqamətdə tərsə qırxanda, həm də səsi bəlkə də siz eşidəsiniz mikrofon vasitəsilə, yəni xırıltısı daha çoxdur, belə deyək, mühürli kompanyondan fərqli olaraq, yəni bu kimi bir məqamlar var. Amma ümumilikdə yəni tıraş qəşəng alındı, BBS-ə çox yaxındır, DFS++ deyək, necə, bura 2+, bura 3+, belə bir sözlə çox xoşuma gəldi hər iki 140-an. Yenə də böyük təşəkkürümü bildirirəm çox hörmətli Eldar abiyə ki, bizə bu belə deyək, şəraiti yaratdı ki, biz sizə də nümayiş edə bildik Mühürli Kompanyon adlı Tevari 140-anı. Bu məqamda mən sizinlə sağollaşıram. Ümid edirəm hansısa bir yaxın gələcəkdə növbəti tıraş videolarda görüşmək ümidi ilə. Sağ olun.